Allah sağlıq versin. Novruz bayramı öncəsi 3-cü çərşənbə olan yer çərşənbəsi günüdür. Və belə bir gözəl gündə istədik ki, şəhidimizin bacısı Nailə xanımın ünvanına baş çəkək. Nailə xanım o Nailə xanımdır ki, ömrünü oğluna həsr edib. Nailə xanım 1-ci Qarabağ Savaşında qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan Əmraslanov Sərdarın bacısıdır. Və illər öncə Nailə xanımın ünvanında olmuşam və şəhidimizin adına inşa olan bulağın açılışında onunla bərabər oldum. Necə ki o bugün bu cür serebral iflicin ən ağır növündən əziyyət çəkən bir balanın keşiyindədir. Atası onu tərk etdi, getdi. Amma anası ona həm ata oldu, həm də ana oldu. İkinci xeyriyyə qrupunun rəhbəri Emin bəylə buradayıq. Yasemin xanım, bizim sözümüzü yerə salmadınız. Elvin qardaşımızın görüşünə gəldik. Elvin qardaşımızın 38 yaşı olur. Serebral iflicin ağır formasından əziyyət çəkir. Biz 2 ildən artıqdır ki, Nailə xanımı və Elvini tanıyırıq. Tanıdığımız gündən də çalışmışıq ki, hər bayramda, hər çətin gündə, hər xoş gündə bir yerdə olaq. Evin şəraiti çox pis vəziyyətdədir. Elvinin bütün baxımını bizim Nailə ana eləyir. Biz bura Elvin üçün gəlmişik. Allah rəhmət eləsin, ruhu şad olsun Sərdar qardaşımızın gənc yaşında 92-ci ildə şəhid olub, torpaqlarımızın müdafiəsi uğrunda. Xeyirsevər insanlardan xahiş edirəm ki, əgər imkanınız varsa, mütləq Elvin qardaşı yada salın. Bura gəlməmişdən öncə əslən Kürdəmirdən olan, hal-hazırda xaricdə yaşayan Samir qardaşımızla bura gəlməyimiz barədə söhbət etdik. Və dedi ki, Yasemin xanım müəyyən dəstəyini verdi ki, ora gedəndə nəsə almağa, aparmağa, ged, çək, yəni o ailələrlə məni tanış elə. Samir qardaş, biz buradayıq, Nailə xanımın 5-6 kvadratlıq bir otağındayıq. Bu 5-6 kvadratlıq evdə Nailə xanım illərdir serebral iflicdən əziyyət çəkən, ən ağır növündən əziyyət çəkən bir balanı böyüdür. Amma buna baxmayaraq şəhid qardaşının dərdini də öz çiyinləri üzərində daşıyır. Yəni bu xəstə üçün lazım olan şərait yoxdur. Samir qardaş, sizdən xahiş edirəm. Ətrafınızda birləşən, tanıdığınız insanlardan, xeyirsevər insanlardan xahiş edirəm. Bu Kürdəmirdə tanıdığım gözəl hacılar var, Hacı Ayətdən xahiş edirəm. Bu qapıya gəlin, bu ailənin yaşayışı ilə, durumu ilə yaxından tanış olun. Kürdəmir rayon icra hakimiyyətinin rəhbərliyinə üzümü tuturam. Çox dəyərli insandır. Bəlkə də bu ailə haqqında məlumatı var, bəlkə də yox. Gəlin, Nailə xanımın yanında olalım. Gəlin, onlar üçün kiçik bir, isti, normal yuva quralım. Çox sağ olun Yasemin xanım. Və baxın, Siz bizim yanımızda olursunuz həmişə. sağ olun. Baxın, bu izdə tövlədir, toyuq-cücəyi damıdır. Baxın, xəstə uşaq. Bu otaq 6 kvadratdır. Bax, bu otaq, uşağın yaşadığı, ana ilə birgə yaşadığı otaq 6 kvadratdır. Bura otaqdır. Nailə xanım, belə durun. Demək, bunların yaşadığı otaqdır. Burada otağın da böyrü budur. Baxın, burada toyuq-cücə yaşayır, burada xəstə Elvin yaşayır. Şəhid bacısıdır. Mən çox məyus oldum. Aidiyyəti qurumlara da xahiş edirəm ki, bu ailəyə, o uşağın xatirinə, heç Nailə xanımı qoyağın bir tərəfə, elə xəstədir deyimi, xəstədir deyə üfunətdə mi yaşamalıdır, cəhalətdə mi yaşamalıdır, zülmdə mi yaşamalıdır? Çox məyus oldum.